Salam müəllimlər, bugünkü dərsimiz olacaq şagird yönümlü interaktiv təlimin təşkili. İnteraktiv təlim öyrənmə dedikdə müəllimlər nə başa düşürük? Deməli, interaktiv öyrənmə öyrətmə üsullarının demək olar ki, son illər ərzində əhəmiyyətli dərəcədə dəyişilmişdir ki, artıq şagirdlər parta arxasında səssiz oturub qeydlər götürmək deyil, dərsə aktiv şəkildə cəlb olunmaq, fikir mübadiləsində iştirak etmək və problem həll etmək gözlənilir. Təlimin apardığı ənənəvi sinifdə öyrənmə əzbərçilik və əzbərdən danışma ilə həyata keçirilirdirsə, artıq müasir təlimdə öyrənmə interaktiv üsulla həyata keçirir. İnteraktiv üsul qarşılıqlı əlaqə mənasındadır. Qarşılıqlı əlavə fəaliyyət üzərində qurulan deməkdir mənası. Yəni, müəllim şagirdlərə informasiyanı ötürərkən passiv şəkildə deyil, qəbul edən tərəf olmaqdan çıxıb, belə deyək də, biliyin və bacarığının öyrənmə prosesində qarşılıqlı əlaqə quraraq onu aktiv şəkildə analiz, tətbiq edən, qiymətləndirən tərəf kimi qiymətləndirən tərəfə çevrilir. Deməli, informasiya mənbəyi təkcə müəllim deyil, şagirdlər də özü ola bilər. İnteraktiv öyrənmə digər anlayışlarla da əlaqəsi var. Şagird yönümlü təlimlə, bir də sorğu və araşdırma əsaslı təlimlə. Deməli, şagird yönümlü təlimlə, yəni şagirdlərin öyrənmə prosesi aktiv şəkildə qatılmağıdır. Müəllimin rolu təlimat vermək deyil, öyrənmə prosesini aktivləşdirməkdir. Sorğu əsaslı, problem əsaslı öyrənmədə də burada şagirdlərə elmi suallar verilir, dəlillər təhlil edilir, onların sübutları əvvəlcədən mövcud olan nəzəri biliklərlə əlaqələndirərək nəticədən çıxmış olur. İnteraktiv öyrənmə nəzəriyyəsi anlayışına nəzər salaq. Bu da nə demək istəyir? Bu yanaşma şagirdlərin öyrəndikləri məsələ ilə bağlı öz anlamalarını formalaşdırmağa əsaslanan sosial inkişaf nəzəriyyəsi ilə bağlıdır. Biz gələcək dərslərimizdə Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsində də görəcəyik ki, öyrənmə zamanı şagirdlər bildikləri və anlamaları daha da genişlənmişdir. Bundan əlavə, belə deyək də, sosial inkişafda şagirdlər sosiallaşaraq, birgə, ünsiyyət quraraq, qrup şəklində daha yaxşı öyrənmiş olur ki, məhz interaktiv təlim də buna əsasən şagirdlərin öyrənməsini təmin edir. Şagirdlər, yəni nə qədər birlikdə öyrənərlərsə, bir o qədər, belə deyək, daha yaxşı öyrənmiş olurlar. Və bu bizim deməli həm də sosial öyrənmə nəzəriyyəsinə aid idi, həm də interaktiv məhz təlimin bu üsulla getməsidir. İnteraktiv deməli dərs mühitinin yaradılması üçün lazım olan istiqamətlər vardır. Şagirdlərin dərsə cəlb olunmağa həvəsləndirilməsi, şagirdləri cavab verməyə, müzakirə etməyə, praktiki tətbiq, sövq edən sualların verilməsi, şagirdlərin diqqətini çəkən, onları cavab verməyə sövq edən təlim vasitələrinin istifadə olunması, sinifdə işçi qrupunun atmosferinin yaradılması, şagirdlərlə bərabər müəllimin də fəaliyyətə cəlb olunması və bunlar interaktiv təliminin əsas istiqamətləridir. İnteraktiv təlimdə nə var? Dərsə cəlb olunma var, refleksiya var, sual-cavab texnikası var, sual-cavabdan sonra əməkdaşlıq texnikası var, dinləmə bacarığı var. Bunların hamısı deməli məhz interaktiv təlimə əsasən həyata keçirilir. Dərsə cəlb olunma. Cəlb olanda dedikdə nə başa düşürük? Dərsə cəlb olunma, yəni şagird fəaliyyətində dərsə maraq oyatmaqdır. İnsan ilk öncə gördüyü işə birinci neyləməlidir? Motive olmalıdır ki, həmən işə marağı olsun ki, həmən işi addımlaya bilsin. Məhz şagirdlərə də belədir. Biz ilk öncə şagirdlərdə dərsimizə cəlb edərək onlara maraq oyatmalıyıq və maraq oyatmaq üçün də cəlb etmək üçün bir neçə, belə deyək də, texnikaları həyata keçirə bilərik ki, bunlarla şagirdlərimiz dərsə cəlb edə bilərik.
Birinci, problemin təqdim edilməsi. Sonra maraqlı başlanğıc edə bilərik. Bax, problemin təqdim edilməsi deyəndə, yəni dərsin məzmunu ilə bağlı proqrami təqdim edərkən şagirdlərdə istər-istəməz bu problem həllini araşdırmağa həvəs yaranacaqdır. Bu da cəlb etmənin əsas məqamlarındandır. Yəni maraqlı başlanğıc deyirik. Şagirdlərin diqqətini cəlb etmək üçün, onlarda maraq oymaq üçün müəllim dərsə təcrübəli bir fakt, müvafiq belə deyək də stat, crossword təqdim edə bilər. Sonra digər cəlb etmək isə proaktiv xarakterli suallar, dərsə tənqidi, yəni təfəkkürə təkan verən, düşündürücü suallarla başlamaq olar. Vizual alətlərdən, mövzu ilə yəni bağlı qısa video, cəlbedici şəkillərdən, multimedia resurslardan istifadə edə bilərik. Sonra şəxsi təcrübə, müəllim şəxsi hekayəsini dərs materialı ilə əlaqəsini paylaşa bilər. Məzmunla, bu da şagirdlərdə məzmunla bağlı aktuallıq hissəsi yaradar və şagirdlər üçün daha uyğun edilə bilər. Musiqidən istifadə. Bax, dərsin mövzusu ilə bağlı qısa musiqi parçası səsləndirə bilərik. Buzqırandan istifadə, yəni şagirdlərin özləri haqqında hansısa məlumatı paylaşmağa və həmyaşıtları ilə ünsiyyət qurmağa təşviq edən sürətli interaktiv buzqıran fəaliyyətindən də istifadə edə bilərik. Dərsin məqsədini müəyyənləşdirərək, bəli, dərsin məqsədini aydın şəkildə ifadə edərək, onların nə öyrənəcəkləri gözləntilərini əvvəlcədən bildirmək lazımdır. Bu da şagirdlərdə dərsə cəlb etməni, belə deyək də, yarada bilər. Sonra texnologiyalardan, hər hansısa bir texnologiyalardan istifadə edə bilərik. Onlayn alətlərdən, sonra viktorinalardan, təşviq edən interaktiv sorğulardan istifadə edərək şagirdləri dərsə cəlb edə bilərik. Hərəkətlərdən istifadə, şagirdlərin enerji verən, onların diqqətini cəmləşdirməyə kömək edən qısa fiziki hərəkətlərdən istifadə edərik. Əvvəlki dərslərimizlə əlaqə yarada bilərik. Bax, bu interaktivdir. Belə deyək də, dərsi əvvəlki dərsin əsas məqsədləri ilə qısa icma ilə başlaya bilərik. Bu möhkəmləndirmə edir, həm şagirdlərdə biliyi möhkəmləndirir, xatırladır və yeni dərsə də asanlıq gətirmiş olur. Həvəs göstərmək. Baxın, həvəs göstərmək dedikdə tək şagirdlər həvəslə dərsə yanaşmalı deyil. Müəllim həvəslə dərsə yanaşmalıdır ki, başlamalıdır ki, əlbəttə bu məqam da yoluxucudur. Həvəslə dərsə başlamaq, bu da şagirdlərə də həvəsini ötürə bilər ki, şagirdlər də dərsə həvəslə başlasın. Əyani vasitələrdən istifadə, yəni görərək, toxunaraq, üzərində işləyə biləcəkləri vasitələrdən istifadə edə bilərlər. Hekayə oxumaq. Hər hansısa belə deyək də, hekayəni oxumaq prosesi maraqlı edə bilər. Bax, şagirdin diqqətini də məzmuna verə bilər. Bax, bu bizim nəyimiz idi? Dərsə cəlb etmək üçün texnikalarımız idi. İndi isə baxırıq refleksiya. Refleksiya nədir? Refleksiyada şagirdlərin düşüncəsi, əməli xarakteri, dünya görüşü və idraki proseslərindən xəbər olmaları və bunun başqaları ilə bölüşmələridir. Refleksiya öyrənmə prosesində elə bir fəaliyyətdir ki, bu mərhələdə biz şagirdlərə lazımi vaxt və şərait təşkil etdikdə, onlar təkcə öyrənməsi deyil, düşüncəsi, xüsusilə də tənqidi düşüncəni, bacarıqlarını inkişaf etdiririk. Refleksiya öyrənmə prosesində nə üçün, necə suallarına, deməli, suallarına cavab axtarır və nəticə etibarı şagirdlərə nə etmək lazım olduğunu da aydınlaşdırır. Refleksiyanın aparmağın da belə deyək də bir neçə yolu var. Bax, şagirdləri fəaliyyətlərdə şəxsi jurnaldır, müzakirədir, müsahibədir, sorğudur, cümlə kökləridir, özünü qiymətləndirmə, çıxış bileti, 3, 2, 1 və bunlardan istifadə edərək biz şagirdlərdə refleksiyanı apara bilərik. Şəxsi jurnal deyəndə burada şagirdlərin həftəlik olaraq, deməli, təcrübələri, öyrəndikləri
vacib məqamlar qeyd edilir. Yəni şagirdlər həftəlik olaraq nələri öyrəndiklərini burada qeyd edir və yekunda nələri artıq öyrənmişdilərsə, onlarla müqayisə edirlər və özlərində bunu refleksiya edə bilirlər. Müzakirə nədir? Müzakirə də şagirdlərin birlikdə müzakirəyə dəvət etməkdir. Şagirdlərin deməli refleksiyanın müzakirə mövzusu olduqda, şagirdlər başa düşürlər ki, öyrəndikləri özləri üçün bir məna nəticə çıxarmaq əsas məqsədlərdən biridir. Məsələn, təsəvvür edək ki, sinifdə aparılan bu cür refleksiya müzakirələrindən biri də problem həll etmədir. Bu müzakirə şagirdlərdə həm də metakoqnitiv proseslər baş verir, deməli, onların problemi üçün istifadə etdikləri strategiyaları açıqlayır və proses zamanı qurduqları beyin xəritəsində şagirdlər digər şagirdlərlə bölüşmüş olur. Müsahibə yəni şagirdlərin öz öyrənmələri və inkişafı ilə bağlı refleksiya etmək imkanı verən digər bir üsuldur ki, onun vasitəsilə həm müəllim şagirdlərdən, həm də şagirdlər bir-birindən müsahibə ala bilər. Bunun üçün dərsin və ya dərs vahidinin sinif gününün və dərsin ilinin müəyyən vaxtı bu cür qarşılıqlı dialoq ayıraraq nəyin öyrəndiklərinə baxmaq olar ki, şagirdlər bir-birində nəyi öyrənib, nəyi öyrənməyib, bunu müsahibə zamanı qeyd edə bilərlər. Sorğu da ki, şagirdlərin arasında, yəni sualların qarşılıqlı hörmətlə bir-biri ilə sorğu yaratmağıdır. Sorğuda necə yarada bilərik? Bax, məsəl üçün deyir ki, öz fəaliyyətini əks etdirərkən hansı strategiyalardan istifadə edirsən, anlaman hansı üsullarla yoxlayırsan, bölmənin əvvəlində müəyyənləşdirdiyin öyrənmə məqsədlərinə çatmısanmı və s. Bax, bu formada biz şagirdlər bir-biri ilə qarşılıqlı sorğu yarada bilər və cavablandıra bilərlər bu sorğunu da. Cümlə kökləri. Cümlə kökləri nədir? Bu da iş üsullarından biridir. Cümlənin kökü verilir şagird üçün və bu həmən belə deyək də, şagird cümlənin kökünə olaraq nöqtələrin yerində öz cavabını cavablandırmış olur. Bax, məsəl üçün deyir ki, burada bu fəaliyyətlə tətbiq etdiyimi bacarıqlar oldumu? Oldu. Bu fəaliyyətdə hansı bacarıqları tətbiq etmişəmsə, bax bunlar oldusa, bunu nöqtələrin yerinə burada qeyd edirəm. Sonra digəri, bu mövzu ilə bağlı mənə qaranlıq qalan. Bax, cümlənin kökü var. Mən sadəcə mənə qaranlıq qalanları burada qeyd edirəm. Sonra gələn dərs bölümü üçün öyrənmə məqsədlərim. Məqsədlərim nədirsə, deməli cümlənin kökü verilir və mən məqsədlərimi burada qeyd etmiş oluram. Sonra özünü qiymətləndirmədə, şagirdlərdə özünü qiymətləndirmədə məhz həm metakoqnitiv düşüncəni dərk etməyə təşviq edir şagirdləri, həm də öz öyrənmələrini, özlərini şagirdlər qiymətləndirə də bilirlər refleksiya edərək. Sonra çıxış bileti nədir? Çıxış bileti də yəni şagirdlərdə burada da sual texnikası kimidir ki, onlar öz fikirlərini məhz burada ifadə edə bilərlər. Və bu formada olur ki, yazılıbdır. Mənim güclü və zəif tərəflərim hansılardır? Sual qoyulur. Bax, gördüyünüz kimi belə bir belə deyək də, hər hansısa bir dəftərdə və yaxud da ki, kağızda sual-cavab texnikasından çıxış biletidir. Bu istifadə edirik. Sual bura qeyd edilir və mənim cavabım isə cavab olan yerə qeyd edilir. Bax, sual belədir ki, mənim güclü, zəif tərəflərim hansılardır? Mən sualımı burada qeyd etdikdən sonra cavabım, güclü və zəif tərəflərimi cavabda yazmış oluram. Sonra dərsdə aktivliyim necədir? Bax, dərsdə aktivliyim necədirsə, cavab hissəsində də bunu qeyd etmiş oluram. Çıxış bileti üçün biri də var. 3-2-1 strategiyasından da istifadə etmək olar. Refleksiya zamanı bu necə aparılır? Şagirdlər dərslə öyrəndiyi, yəni niyə 3-2-1 deyirlər? 3 məsələni məsələn qeyd edirlər. 3 dənə öyrəndikləri məsələ nədirsə bunu qeyd etdikdən sonra onlara maraqlı gələn 2 məsələni, hələ də tam anlamadığı bir sualı, məsələni məhz dəftərdə
qeyd etmiş olurlar ki, bu da 3, 2, 1 texnikasıdır ki, yəni burada uşaq refleksiya edə bilir özünü. Mənim öyrəndiyim 3 nədir? 2 dənə maraqlı mənə nəyə gəlirsə onu qeyd edirəm və bir də mənə qaranlıq qalan bir məsələni qeyd etmiş oluram. Və bu da bizim nəyimizdir? Refleksiya aparmaq üçün texnikalarımızdır. Sonra baxırıq sual-cavab prosesinin təşkili var. Sual-cavab prosesi əlbəttə ki, öyrənməni daha aktiv hala gətirir ki, biz sual-cavab vasitəsilə bilirik ki, şagirdlər nələri bilir, nələri bilmir. Şagirdlərin bunun vasitəsilə məsələn prosesə cəlb edə bilərik. Şagirdlərin yaddaş anlamalarını yoxlaya bilərik. Şagirdlərin yaradıcı və innovativ düşünməyə çağıra bilərik. Birgə öyrənmə mühiti yaratmaq və müasir tipli dərsdən yayınmaq da sual-cavabda effektiv əhəmiyyətlərindən biridir. Şagirdlərin məhz yuxarı təfəkkür səviyyəsinin keçidini də sual-cavabla təmin edə bilərik. Bəs effektiv sual-cavabı təşkil etmək üçün hansı texnikaları biz yarada bilərik? Necə edə bilərik ki, sual-cavabımız, prosesimiz effektiv getsin? İlk öncə şagirdlərdə sual vermə mədəniyyətini formalaşdırmalıyıq, yaratmalıyıq. Bunu necə edirik? Dərsin ilinin əvvəlində sual verməyə vacibliyini özündə etibar edən dəyərlər mühit yaratmalıyıq. Yeni sinifdə elə bir mühit olsun ki, şagirdlər sual verməyin normal, vacib, dəyərli olduğunu, yanlış sual anlayışının olmadığını qəbul etməkdir. Sonra sualları əvvəldən hazırlanması, yəni dərsin planlaşdırılması, dərsin effektliyinin birbaşa təsir edən amildir. Planlaşdırma zamanı dərsin məqsədləri ilə uyğun suallar hazırlamaq lazımdır ki, bunu əvvəlcədən hazırlamalıyıq və təfəkkürə təkan verən suallardan istifadə etməliyik. Bax, idrak taksonomiyasına uyğun suallar hazırlayın. Həm aşağı təfəkkür səviyyəsinə uyğun, həm də yuxarı təfəkkür səviyyəsinə uyğun suallar hazırlaya bilərik. Müxtəlif sual tipləri var. Məhz müxtəlif sual tiplərindən də istifadə edə bilərik. Sual tipləri hansıdır? Qapalı suallar və açıq sual tipləri. Qapalı sual xüsusiyyətləri dedikdə, bəli, xeyir və ya limitli sayda malik və cavabları olur. Məsələn, qapalı sualda testləri düşünək, müəllimlər. Sual verilir və bilirik ki, bunun mümkün bir cavabı var, bəlidir və yaxud da yoxdur. Bu qapalı sual nümunələrdir. Məsəl üçün, mən deyirəm ki, biliyin neçə növü var? Siz bilirsiniz ki, biliyin 4 növü var da, bunun bir cavabı var. Amma açıq sualın xüsusiyyəti necədir? Açıq sualın biz, belə deyək də, mümkün bir cavabı yoxdur. Biz anladığımız kimi buna cavab verməliyik. Verilən sualda, yəni düşündürücü olur və biz düşüncələrimizi burada toplayaraq öz anladığımız kimi açıq suallara cavab verə bilərik. Deyir, açıq suallarda adətən əgər, nə üçün, necə, nə təsəvvür et, nə haqda danış, bu haqda nə düşünürsən kimi sözlərdən istifadə edilir. Və bu da bizim açıq düşüncəmizdir. Bax, burada sual verib ki, səncə verilən problemin ən səmərəli həll yolu nə ola bilər? Bax, həll yolu nə ola bilər? Burada artıq biz anladığımız kimi, başa düşdüyümüz kimi və yaxud da ki, yeni fikir ortaya qoya bilərik ki, bu həll yolu ola bilər. Amma qapalı suallarda isə mümkün cavabları var. Bilirik ki, bunun cavabı nədir? Bir növ qapalı sualları, belə deyim də, faktoloji bilik kimi düşünün ki, yəni fakt nədirsə ona da cavab verilir. Açıq suallar isə anladığımız kimi, belə deyək də, yeni fikirlər ortaya qoyaraq biz cavab verməyimizdir. Sonra sual-cavabda ən çox gözləmə vaxtının verilməsinə də fikir verməliyik. Çünki sual-cavab edərkən şagirdlərə gözləmə vaxtının tanınması əsas məsələlərdəndir. Məsəl üçün, sinifdə sual-cavab edirik.
sualı verdikdən sonra 1-2 saniyə çəkməmiz, gördük uşaq cavab vermir. Digər şagirdə keçirik ki, siz səsləndirin. Amma heç bu da düzgün belə deyək də məsələlərdən biri deyil. Şagirdin özünün cavab verməsi isə vermək üçün ona vaxt tanımalıyıq və yaxud da ki, cavabını verməsinə ona köməklik etməliyik 1-2 məqamlarda ki, şagird sualı özü cavablandıra bilsin. Və bu da sualda gözləmə vaxtının verilməsidir. Şagirdlərin bir-birini suallar verməsinə təşviq etməkdir. Yəni təkcə müəllim sualları yox, şagirdlər qarşılıqlı olaraq bir-birinə sualların verməyini həvəsləndirmək lazımdır. Bu öyrənməni daha effektiv edə bilir. Və sonra formativ qiymətləndirmə üçün suallardan istifadə edin. Yəni gündəlik olaraq şagirdlərin dərs üçün nə bilir, nə bilməyib, nələri anlayıb, anlamadıqlarını məhz formativ qiymətləndirmə üçün suallardan istifadə edə bilərik. İndi baxırıq pozitiv rəy. Pozitiv rəy nədir? Yəni şagirdlər suallara verdiyi cavabları düzgün olub olmamasından asılı olmayaraq onların fəaliyyətlərinə görə təqdir edir və dəyərləndiririk. Bu müsbət və dəstəkləyici bir atmosfer yaradacaqdır. Sual-cavab prosesinin təşkilində də vacib məsələlərdən biri müəllimin şagirdə verdiyi sualları peşəkar münasibət bildirməyidir. Sonra müəllim sualların cavablandırılmasında müxtəlif strategiyalardan istifadə edə bilər. Bu strategiyalar hansıdır? Şagirdlərə sual verdikdən sonra əgər vaxtımıza, dərsin vaxtına az müddət qalıbsa, vaxta qənaət məqsədi ilə sualı müəllim tərəfindən cavablandırıla bilər. Digər bir üsul, sual səsləndirən şagird tərəfindən həmin sualın müəllim cavablandırılmasına nail ola bilər. Amma burada təbii ki, sualın cavabını şagird bilmir ki, bu sualı səsləndiribdir. Müəllim burada belə deyək də, atılan addımlardan biri şagirdə sualın tapması üçün səmərəli yönəltməlidir, ipucu, işarə verməlidir ki, şagird özü sualını cavablandırsın. Bundan başqa şagirdlərə verilən sual dərsdən sonra birgə müzakirə ilə cavab tapmaları, sonra müəllimin yoxlamalarını istəmək olar. Başqa bir strategiya ilə sual verən şagird birbaşa cavab verməyərək onun cavabını özü tapması üçün müəyyən resursa yönəltmək. Əgər sual hazırki mövzumuzla əlaqəli deyilsə, onun cavabını müəyyən vaxta qədər təxirə salmaq da olar. Və bu da müəllimin sual üçün olan texnikalarından biri idi. Sonra interaktiv təlimdə sinifdə müzakirə prosesinin təşkili. Yəni biz bilirik ki, şagirdlər bir problemi həll edərkən, hansısa mövzu ilə bağlı müzakirə apararkən birlikdə, yəni bax hər bir yerdə verilib Lev-Vygotskyinin sosial öyrənməsinə əsaslanaraq, yəni şagirdlər ünsiyyətdə daha yaxşı öyrənirlər. Onlar birlikdə müzakirə edərək hər hansısa mövzunu, problemi həll edə bilərlər ki, bu da şagirdlərin öyrənməsi üçün daha da əhəmiyyətlidir. Bəs ola bilər ki, müəllimlər sinifdə müzakirə prosesini təşkil edərkən xotik, belə deyək də, səs-küy yalana bilər. Bunun qarşısını almaq üçün müəllim belə deyək də, şagirdlər üçün hər hansısa bir qabaqcadan tədbir görərək nümunə göstərməlidir və yaxud da ki, sinif qaydaları deyək də, sinifdən asmalıdır ki, sinifdə xotik, səs-küy olmasın. Bax, bunlardan istifadə edə bilərik. Bir-birinizin ideya və fikrinə hörmətlə yanaşın, başqalarının dediklərini dinləyin və refleksiya edin, müzakirəyə qarşı tərəfin dediklərinin üzərində qurun, bir-birinizə dəstəkləyin və cəlb edin, anlamadığınızda sual verin, razılığa gəlməyə çalışın, sakit danışmağa üstünlük verin. Sinif müzakirələrində hamının bərabər dərəcədə söz demək haqqı var. Biz müzakirə apararaq səs-küyü, xotiki aradan qaldırmaq üçün bax bu qaydanı tərtib edib sinifin bir küncündən xatırlama kimi istifadə edə bilərik. Sonra bizdə var fəal dinləmə. Fəal dinləmə. Dinləmə nədir?
Bəli, dinləmə vasitəsilə biz nələri əldə edirik? İnformasiya əldə edirik, informasiyanı anlayırıq və informasiyanı öyrənirik. Bunun üçün də bizdə fəal dinləmə lazımdır ki, informasiyanı qəbul edək, anlayaq və dinləyək. Bəs fəal dinləyici üçün nümayiş etdirmək üçün lazım olan nələr var? Bax, verbal və qeyri-verbal fəaliyyətlər var. Diqqətini ilk öncə danışana yönəltməliyik. Yəni fikrimiz ancaq danışmaqda olmalıdır. Danışanla göz təması qurmalıyıq. Dinləmə nümayiş etdirməliyik. Bəli, xeyr sözlərindən istifadə edə bilərik. Sonra jest mimikalarımızdan istifadə edə bilərik ki, yəni sizi dinləyirəm nümayişini etmək, rəy vermək. Yəni demək istəyirsiniz ki, bax bu sözlərdən müəllimə, siz demək istəyirsiniz ki, yəqin sualımızın cavabı budur və yaxud da ki, problemi bu yolla həll etməliyik. Və rəy verərək bunlardan istifadə edərik. Danışanın əlbəttə sözünü kəsməmək bu hörmətsizlikdir. Sonra bundan əlavə cavab vermək mədəniyyətini də nümayiş etdirmək lazımdır. Cavab vermək mədəniyyəti, yəni bir insan başqasının fikrini qəbul etmədikdə və ya onun dediklərini dinləyənin hisslərinə toxunduqda belə yumşaq və mədəni münasibət bildirməlidir. Qarşı tərəf mənə deyib, hisslərimə toxunub, ona cavab verərkən, mədəniyyət nümayiş etdirərkən verməliyəm. Bax, cavab verərkən onun üçün deyir, səmimi, dürüst olmaq, öz fikrinizi müdafiə edərkən başqasını təhqir etməmək, səs tonunu gözləmək, fikir ifadə edərkən aqressiv intonasiya ilə ifadə etməmək. Və bu bizim cavab vermək mədəniyyətini nümayiş etdirməkdir. Empatiya nümayiş etdirmək, yəni dinləyərkən emosiyalar, mimika, jestlər elə olmalıdır ki, danışanı, dinləyəni, onun hisslərini anladığını hiss etsin. Belə olan halda danışan və dinləyən arasında qarşılıqlı etibarlı, güvənli şərait formalaşır. İndi müəllimlər, biz interaktiv təlimdə baxırıq. Deməli, əməkdaşlığın, bacarığının formalaşdırılması, yəni əməkdaşlığın formalaşdırılması şagirdlərdə necə əməkdaşlıq formalaşdırırıq? Əlbəttə, dediyimiz kimi, sosial inkişaf nəzəriyyəsinə əsasən şagirdlər əməkdaşlıq edərkən, birgə çalışarkən daha yaxşı öyrənmiş olurlar. Və bu əməkdaşlığın əsas məqamlarından biri də şagirdləri qruplara bölərik. Qrup tərkibini də şagirdlər üçün müəyyənləşdiririk. Qruplar da şagirdlərin optimal sayına görə müəyyən edilir. Bilirik ki, bir qrupda əsasən 3 nəfərdən ibarət olur. Bax, qruplar deməli homogen qruplar olur və heterogen qruplar olur. Homogen qruplar dedikdə müəllimlər nə başa düşürük? Bax, eyni səviyyədə, bilik bacarığı eyni səviyyədə olan şagirdlərin bir qrupa yığılması homogen, heterogen qrup isə müxtəlif səviyyəli bilən şagirdlərin birlikdə çalışması. Bax, həm belə deyək də, yaxşı oxuyan şagirdlərlə digər zəif uşaqları bir yerə toplamaq lazımdır ki, şagirdlər bir-biri ilə əməkdaşlıq edərək daha yaxşı öyrənsinlər. Bax, heterogen qruplar sinifdə daha üstünlük vermək lazımdır. Ümumiyyətlə, heterogen qrupdan istifadə edərək biz əməkdaşlığı yaratmalıyıq ki, şagirdlər bir-birindən neynəsin? Daha da öyrənmiş olsun. Və bu da bizim əməkdaşlığımızdır interaktiv təlimə əsasən.